Salam əziz dostlar, əziz insanlar, tanıyan, tanımayan hər kəsə Allahın salamı olsun. Deməli mənim bugünkü videom, yəni bugünkü çəkilişimin səbəbi mərhum mexanizator, sosialist əmək qəhrəmanı, əmək qəhrəmanı Sevil Qaziyeva haqqındadır. Yəni onu məqsədim nədir onu çəkməkdə? Bəzi sosial şəbəkələrdə, əsas demək olar ki, bir çoxlarında indi o normal haldır, bilmirlər yəqin ki, ona görə mən indən deyim, belə bir paylaşımlar edirlər ki, yəni Sevil Qaziyevanın doğumu haqqında, ölümü haqqında. Təəssüflər olsun ki, çoxsu onu düzgün paylaşım eləmir. Bəli, anlayıram, əlbəttə ki, Sevil Qaziyeva kimi qəhrəmanları yad eləmək, ona görə ayrıca təşəkkürünü bildirirəm adminlərə, paylaşım edənlərə. Ki, üstəlik də o mənim doğma xalamdır, yəni onun haqqında məlumat vermək də və düzgün məlumatı vermək də mənim boynumun borcudur. Yəni düzgün məlumat nədir? O sosial şəbəkələrin birində paylaşım edilmiş ki, Sevil Qaziyeva 1 iyunda anadan olub, bəzilərində yazılmış ki, Zaqatalada yox, Beyləqanda anadan olubdur. Xeyr, Beyləqan rayonunda sadəcə onun iş yeri olubdur, işləyibdir. Pambıqçılıqda işləyib və ilk Azərbaycanın pambıq yığan maşınla mexanizator qadını olubdur. Yəni ilk dəfə pambıq yığan maşınla qadınlar, Özbəkistanda isə Tursun'a yaxın da olub. Sevil Qaziyeva kimi ümumiyyətlə çox qadın qəhrəmanlarımız da var. Bir çoxlarını sadalaya bilərəm. Adını da çəkə bilərəm. Mina Məzirovadır, Salatin Əsgərovadır və bir çoxları, əgər unutdumsa üzülür sayın. Çox qəhrəman qadınlarımız var. Əsas da elə bu yaxınlarda demək, yaxın keçmişdə təyyarə qəzasında həlak olan Hökmə Əliyevadır. Ümumiyyətlə Gültəkin xanımdır, səhv etmirəmsə. O müharibə, 2-ci Qarabağ müharibəsi, Vətən müharibəsində həkim Gültəkin xanım, o da dünyasını dəyişmişdir. Allah onlara rəhmət versin. Onlar vətəni və amalı uğrunda dünyasını dəyişən, onlar da şəhidlərdir. Yəni sizdən çox xahişim odur ki, adminlər, sosial şəbəkə sahibləri, xahiş edirəm, əgər onun haqqında bir məlumat paylaşım etmək istəyirsinizsə və yaxud da öyrənmək istəyirsinizsə, onun ailəsi ilə bir maraqlanın, bacısıyla, qardaşıyla, qardaşı qızıyla, hansı ki onlar öz Sevil Qaziyevadan sonra onların davamçıları olubdur. Mən o nəslinin balacası olmuşam təbii ki, mən də onlardan öyrəndiklərimi, bildiklərimi sizə burada aktarıram. Yəni Sevil Qaziyeva 1958-ci və o aşağı tala da yox, tala binələrkən 3-cü talada anadan olubdur. 1940-cı ildə və martın 1-də. Amma bəzilərində yazdılar ki, iyun ayının 1-də. Xeyr, martın 1-də anadan olub dünyaya gəlibdir. Və orada 3-cü talada 8 illik məktəbi bitirdikdən sonra ki, o vaxtlar məktəblər, yəni kənd məktəbləri 4 və ya 8 illik idi. Sonradan o Danaçı kənd məktəbində, səhv etmirəmsə, Danaçı kənd məktəbində, böyüklər daha da yaxşı bilir, və 10 illiyini bitirib o. Ondan sonra da Bakıda çapçılıq kursunu oxuyubdur və ondan sonra 58-ci ildə Bakı şəhəri Binə qəsəbəsindəki mexanizatorluq texnikumunu, yəni texniki peşə texnikumunu pambıqçılıq sahəsi üzrə, təsərrüfat üzrə ixtisasını bitirmişdi və ondan sonra da onun ömür həyatı başlanmışdı. Ölümü haqqında belə izah edeyim ki, ölümü haqqında da bəzi şayələr gəzir. Yəni güya o hörükləri, saçının hörükləri ilişibdir. Belə müxtəlif, yəni bilənlər var, bilməyənlər var, amma onun nəzərinə çatdırım ki, Sevil Qaziyeva heç vaxt pambıq yığan maşına oturanda, iş başına oturanda o heç vaxt hörüklərini açıq qoymuyor və əksinə o daha da yığırdı o başını. Yaylığı ilə yığıb və onu tam iş qutarana kimi o heç vaxt saçı açıq, yəni pambıq yığan maşının texnikanın üstünə çıxıb onunla işləməyibdir. Yəni onundakı ölümü faciəli oldu. O vaxtki dövrün, bilmirəm, kimlərəsə, nəyəsə görə qurban getdi. Onun qabağa getməyi bəlkə də o vaxtki insanların, deyək də, Sovet hökumətinin dövründəki, deyək ki, bəzilərinin xoşuna gəldi və yaxud da gəlmədi. Onun təfərrüatını mən o qədər bilmirəm və o qədər də danışmağa da istəmirəm əslində. Amma əslində bir əsas var ki, bir düzgün var ki, bir doğru var ki, o dünyasını dəyişdi və bir faciənin qurbanı oldu. Ona görə də möhtərəm adminlər, sosial şəbəkə sahibləri, sizdən çox xahiş edirəm. Onun haqqında məlumat öyrənmək istəyəndə, lap elə mənim özümə yazın. Mənim bilmədiklərim olanda onun bacısı anama, Sonaq xanıma, bacısı qızı Sevil xanıma, nə bilim, qardaşı İbrahim
mənim dayım. Onlara qardaşı qızı daha doğrusu üzr istəyirəm Sevil xanıma ki, onun yolunun da davamçısı olub. Ya, qardaşı, yəni onlardan mən bilmədiklərimi də onlardan öyrənəcəm, sizə deyəcəm. Çox xahiş edirəm. Hər birinizə Allahın bir daha salamı olsun. Hər birinizdən təşəkkür edirəm. Elə bir dəyərli insanları unutmuşsunuz. Çox sağ olun, minnətdaram. Var olun, gələn görüşərək inşallah.